Şimali Afrikanın ərazisinə görə ən böyük dövləti olan Əlcəzair ilə Azərbaycan arasında münasibətlər ta qədim dövrə gedib çıxır. Sovetlər dönəmində isə Azərbaycan neftçiləri burada, bu ölkədə böyük kəşfiyyat işləri aparıblar. Azərbaycan müstəqillik qazandıqdan sonra isə bu münasibətlər özünün yeni mərhələsini yaşamaqdadır. Azərbaycan-Əlcəzair münasibətlərinin kökü həm də Ağqoyunlu dövlətinin adı ilə bağlanır. Ağqoyunluların Afrikanın şimalına, Tunisə, Misirə, o cümlədən Əlcəzairə gəlib çıxdıqları və bu ölkələrdə məskunlaşdıqları deyilir. Əlcəzairdə məskunlaşdıqları yerlər əsasən indiki paytaxt ərazisi olub və bu yerlərə də Ağqoyunlu adını qoyublar. Tarix dəyişdikcə həmin yerlər Ben Ağqoyunlu, sonra da Ben Aknoun kimi adlanıb. İndi də Əlcəzairin paytaxtında Ben Aknoun adlı rayon var. Sonraki dövrlərə, daha doğrusu Sovetlər zamanı olan əlaqələrə gəlincə, Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev Sovetlər dönəmində bura işləməyə göndərilən mütəxəssislərin, alimlərin, neftçilərin və hətta sənət adamlarının Əlcəzairin inkişafına yetərincə töhfə verdiklərini deyir. Əlcəzairin də neft və qaz sənayesinin mən belə deyərdim ki, əsasını həm yerimiz akademik Musa Əliyev qoyub. Hətta belə bir fakt var, Əlcəzairin o zamanki prezidenti Huare Boumedienne Musa Əliyevi qəbul edib, yoğun iş qrafikına baxmayaraq 2 gün onunla görüşlər keçirdi və belə bir şey deyib Musa müəllimə, Musa müəllimin xatirələrində var. Mənə deyirdilər ki, Əlcəzairin gələcəyi kömürdədir. Biz vəsait qoyduq, kömür istehsalına, emalına və s. və pullarımız batdı. Siz də deyirsiniz ki, Əlcəzairin istiqbalı, gələcəyi neft və qazdadır. Biz bu sahəyə pul ayırsaq, elə batmayacağıq, bizə qarantiya verirsinizmi? O zaman da Musa müəllimin cavabı olub ki, sizin gələcəyiniz neft və qaz sənayesidir və Əlcəzair bununla çox zəngin bir dövlətə çevrilə bilər ki, belə də oldu. Əlcəzairdə çox az sayda Azərbaycanlı ailəyə rast gəlmək olar. Onlardan biri də uzun illər Əlcəzairin neft yataqlarında çalışan kimyaçı alim, professor Nəbi Nəbiyevin ailəsidir. Professor dünyasını dəyişəndən sonra övladları Əlcəzairi tərk etməyiblər, burada yaşayırlar. Həm də Azərbaycanla bağlı diaspor işlərinə qoşulurlar. Əlcəzairdə Azərbaycan ailəsinin qonağıyıq. Bu bizim qızımız Şəms, Kənan, böyük oğlum, Kəmran, kiçik oğlum. Şad oldum. Xoş gəldiniz. Çox sağ olun. Necə keçib günləriniz burada? Burada nə işlə məşğulsuz ümumiyyətlə siz özünüz? Başım biraz ailəyə qarışdı, uşaqlara filan, belə deyək. Ondan sonra 2015-ci ildən çox aktiv əl işlərimlə sərgilərə qatılmağa başladım və əlbəttə ki, bunun sayəsində mənim ətrafım daha da genişləndi. Danışığım, fransız dilində danışığım daha da büxtələşdi. Ərəbcə də başa düşürəm bəzi sözləri. Bunun sayəsində məni televiziyadan da çox jurnalistlər tanıdı, dəvət olundum verilişlərə. Yəni ki, bunun sayəsində, sərgilərin, əl işlərimin sayəsində demək olar ki, Əlcəzairin daha yaxından tanıdım. Mən belə başa düşdüm ki, siz həm də Azərbaycanı təbliğ edirsiniz, amma həm də milli geyimlərimizi, çünki bizi də bu geyimdə qarşıladınız. Azərbaycanı mən hər zaman, hər yerdə təbliğ etməyə çalışıram, əlimdən gəldiyi qədər. Ona görə ki, burada Azərbaycanlı əslində ailəsi demək olar ki, yoxdur. Yəni o mənim üzərimə düşür, mən bunu da eləməliyəm, nəyin bahasına olur olsun. Onun üçün də geyim burada tapa bilməsəm özüm düzüb qoşuram. Azərbaycan suvenirləri olmasa da özüm yaradıram onları, ya özümlə gətirirəm, onu Əlcəzair publikasına nümayiş etdirirəm. Hətta bizdə belə bir şey olmuşdu, 10 dənə geyimlə biz defil eləmişdik Azərbaycan geyimlərindən. Ötən əsrin 70-ci illərində Azərbaycanın tanınmış bəstəkarı, dövlət xadimi Rauf Hacıyev də Əlcəzairə gəlir və burada mədəniyyət qrupuna rəhbərlik edir, müəllim kimi çalışır. Rauf Hacıyevin Əlcəzairli tələbəsi, musiqi tədqiqatçısı Fatimə Zöhra müəllimi ilə 1973-cü ildə tanış olduğunu və uğurlu karyerasına görə ustadına borclu olduğunu deyir. Qui était venu aussi à la même période que Rauf Hacıyev.
Biz ondan çox şey öyrənmişik. O Əlcəzairin lirik havalarını araşdıraraq biz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyib. Əlcəzair üçün ilk balet yazıb. Üç İnqilab adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib. Onun İnqilab mövzusundakı Alov və Hürriyyət baletləri də bugün Əlcəzair səhnələrindədir. Onunla bağlı bir xatirəm də var. Həmişə bizə dərs keçəndə əlində təsbih oynadardı. Biz də ona ata deyərdik. İndi bu əlimdəki təsbih ondan qalan xatirədir. 132 il, yəni 1830-cu ildən 1962-ci ilə qədər Fransanın işğalı altında olan Əlcəzair azadlıq əldə edən günə kimi çoxlu sayda fiziki, mənəvi və maddi məhrumiyyətlərə, işgəncələrə, terrora məruz qalıb. Dünyada baş verən dəhşətlərin ən dəhşətlilərinin ilk ünvanı da məhz Əlcəzair olub. Fransanın işğalçılıq siyasəti nəticəsində. Cezayir ile Azerbaycan arasındaki toplumu birçok aynı olaylar görmüştür. Biz Fransız ihten çok çakma ettik, eziyet verdiler. Siz de Azerbaycan ile Ermeni arasındaki birçok eziyet ve kurban insanlar verdi. Bu ortak tarihimiz iki topluma göstermek istiyoruz bu cemiyetin sayesinde. Ayrıca ortak projeler yürütmek amaç ediyoruz. Bu amacı nedir? Bence bu iki toplumun işte kültürel, turistik yerleri, ayrıca tarihi olayları hep birlikte ki bu iki toplumun derin bir şekilde tanıtsınlar, derin bir şekilde dostluk yapsınlar. Dönüb dünənə baxanda Əlcəzair ilə Azərbaycanı birləşdirən bir çox tarixi məqamların olduğunu görürük. Bugün və sabah üçün isə hər iki ölkənin qarşısında yeni səhifə açılır. Almaz Mahmud, Fəzail Kəmalov, Oqtay Qasımov, Əlcəzair, Şimali Afrika həftə üçün.